Bugünkü gün məktəbdə tədris metodu artıq dəyişib, amma bəzən münasibətlər hələ də köhnə sistemdə qalır. Bəs müasir dövrdə təlim necə olmalıdır? Bir vaxtlar müəllim danışar, şagird sadəcə yazardı. Valideyn isə sadəcə qiymət soruşardı. Ancaq bu yanaşma artıq işləmir. Çünki indi həyat daha sürətlidir, texnologiya daha güclüdür, uşaqlar daha fərqli düşünür. Müasir interaktiv təlim şagird yönümlü və fərdi yanaşmaya əsaslanan bir modeldir. Müəllim dərsin mərkəzində yox, şagirdin yanında olur. Onunla bərabər öyrədir, düşünməyə təkan verir, tənqidə açıq olur. Uğurlu təhsil üçün bir üçbucaq qaydası var. Müəllim, şagird və valideyn. Bu üçbucaq arasında inam və əməkdaşlıq olmalıdır. Müəllim motivasiya verir, valideyn dəstək olur, şagird isə öyrənməyə həvəsli olur. Valideynlər övladının müəllimini tənqid etməzdən əvvəl onun yanında olmalıdır. Uşağınızla dərsi müzakirə edin, maraqlanın. Bu sizdən çox vaxt almaz, amma uşağın gələcəyi üçün çox dəyərli olar. Əgər biz bu üç tərəfi bir-birinə bağlaya bilsək, təhsildə uğur qaçılmazdır. Fikirlərinizi bölüşün, birlikdə daha yaxşısını quraq.